Təhsil menecerlərinin 3-cü forumu keçirildi. Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ekspertlər və təhsil təşkilatlarının nümayəndələri iştirak etdilər. Forum 14 xarici və yerli spikerin çıxışı ilə yadda qaldı. Hədəf şirkətlər qrupunun təşkilatçılığı ilə baş tutan forumun əsas məqsədi yeni təhsil idarəçiliyinin çağırışlarına cavab tapmaq, məktəb və ali təhsil müəssisələrinin innovativ idarəetmə təcrübələrini müzakirə etmək və təhsil sahəsində dayanıqlı inkişaf üçün yollar tapmaqdır. Hər il bu forumun məqsədi, məramı eynidir və dəyişmir. Məqsədimiz Azərbaycan təhsilinə daha yaxşı, daha peşəkar menecerlərin formalaşdırılmasıdır. Bizim ölkəmizdə yetərincə təhsil idarə edənlər, yaxşı menecerlər var və biz bunları cəmiyyətə tanıtmaq, tətbiq etmək və bunlardan öyrənəcək gənclər ilə birlikdə onlara bir məkan təşkil etməkdir. Artıq 3-cü ildir ki, çox uğurla davam edən təhsil menecerləri forumu bu il belə deyək, UNEC-lə həyata keçirilir. Keçən il Pedaqoji Universitetlə birlikdə həyata keçirmişdik. Müasir dövrdə bütün sahələrdə olan sürətli inkişaf özünü təhsildə də göstərir. Düşünürəm ki, bugünkü forumda təhsilimizin inkişafı üçün çox önəmli yeniliklərlə dolu olacaqdır. Süni intellekt düşünmürəm ki, müəllim əvəz etsin, amma süni intellektdən istifadə edən müəllim, etməyən müəllim əvəz edəcək. Bu qaçılmazdır. Hədəf brendi bugün STEM liseylərini, uşaq bağçalarını, hazırlıq mərkəzlərini, elmi, bədii və uşaq nəşrləri üzrə formalaşmış nəşriyyatları, texnologiya və konsaltinq şirkətlərini, karyera və inkişaf mərkəzlərini, eləcə də yaradıcılıq mərkəzlərini özündə birləşdirir. Forum çərçivəsində təhsil texnologiyaları sərgisi də təşkil edilib. Qeyd edək ki, 4-cü təhsil menecerləri forumu 2026-cı ildə keçiriləcək.